Bəziləri canlı yayım açan kimi, yəni mən canlı yayım açan kimi gəlib oturub canlı yayımda səhv axtarırlar, videolara baxırlar, səhv axtarırlar. Bu adamların sanki işi gücü yoxdur. Oturub bütün günü Sərxan Muradovda səhv axtaraq. Sərxan Muradovun yanlış bir addımını götürək, sosial mediada paylaşaq. Axı bu adam Allahdan, peyğəmbərdən danışır. Bu nə vaxtsa büdürəyəcək, səhv eləyəcək. Yəni bu insanlar bədbəxt insanlardır. Yəni bununla əlimizə nə gələcək? Sən gəldin, məndə səhv axtardın. Mən də insanam, səhv xəta edə bilərəm. İstənilən bir insan səhv xəta edir. Yəni bunların işi gücü yoxdur. Bax hər dəfə də gəlib canlı yayımda yazırlar. Bunlar atılır bayıra canlı yayımdan belə insanlar. Yəni məncə bir işlə məşğul olun. Belə desə bir işin qulpundan yapışın. Faydalı bir iş görün, cəmiyyətə, topluma fayda verin, çalışın. Yəni gəlib kimdəsə səhv axtarmaq, canlı yayımda oturum səhv axtarım ki, bu ağzından nə çıxartdı, nə dedi, videolarda səhv axtarmaq, bundan əlinizə heç bir şey gəlməyəcək. Bundan həyatda irəli getməyəcəksiniz. Yəni sizin də bir faydavız dəysin cəmiyyətə. Mən bu gənc yaşımda çalışıram ki, topluma fayda verim, insanlara fayda verim. Qoy gənclər məndən yaxşı örnək götürsün. Bunun üçün çalışıram.